Salam uşaqlar, bugünkü mövzumuz çoxluqların kəsişməsi. Səhifə 11-12. Başlayaq dərsimizə. Uşaqlar, ümumiyyətlə kəsişmə nədir? Gəlin diqqətlə qulaq asaq. Bizə deyirəm ki, tutaq ki, 2 dənə çoxluq verilib. Deyirəm ki, tutaq ki, adı nədir? Sinifdə Aysel, Orxan, Ayxan, Sevinç. Deyirəm ki, riyaziyyatdan hazırlığa gedir. Sonra Kəmalə, Nur, Orxan, Ayxan da İngilis dilindən hazırlığa gedir. İngilis dilindən hazırlığa gedir. Deyirəm ki, həm riyaziyyatdan, həm ingilis dilindən hazırlığa gedənlər kimlərdir? Yəni, uşaqlar, baxın, harda kəsişir riyaziyyatla ingilis dili? Hansı ortaq nöqtəsi var? Kəsişmə deyəndə bunların ortaq nöqtəsi, yəni üst-üstə düşmək. Kəsişmə nədir? Yolumuz kəsişdi, səninlə kəsişdi. Nədir? Səninlə üst-üstə düşdü, görüşdü bu formada. Yəni deyirəm, harda kəsişir, harda eynidir, harda ortaqdır. Baxıram, Aysel var. Aysel varmı? Yox, Aysel ortaq deyil. Orxan var. Orxan varmı? Bəli, Orxan ikisində də var, ikisinə də gedir. Demək, Orxan kəsişmədir. Ortaq nöqtədir. Sonra Ayxan var. Ayxan varmı? Bəli, Ayxan da var. Ayxanı da yazıram. Ayxan da ortaq nöqtədir. Kəsişmədir. Sevinç var. Sevinç varmı? Yox. Başqa ortaq görürsünüzmü? Kəmalə, Nur, heç bir ortaq görmürəm. Deməli, kəsişməsi nə oldu? Orxandan Ayxan. Bir sözlə, çoxluqların kəsişməsi deyəndə, onların ortaq olduğu nöqtələr nəzərdə tutulur. Yəni, həm bunda, həm bunda olmalıdır. Hər ikisində olmalıdır. Aydındır uşaqlar. Bu olur bizdə kəsişmə. Məsələn, gəlin bir dənə çoxluq formasında yazın. Verilib. Bunu elə belə şifahi, loru dildə dedik. İndi çoxluq formasında yazıq. Nə deməkdir? Məsələn, deyirəm ki, A çoxluğunun elementləri hansılardır? A çoxluğunun elementləri. Yazırdıq, bərabərdir. Çoxluq işarəsi açırdıq. A, B, C, D, Y, istənilən şey ola bilər. Y, F. Deyirəm, B çoxluğunun elementləri hansılardır? Bərabərdir. B çoxluğunun elementləri. A, K, L, C, Y, M. Aha. Bu da oldu B çoxluğunun elementləri. Uşaqlar, A kəsişsin B nəyə bərabərdir? Uşaqlar, bu işarənin mənası, üzü aşağı U hərfinə oxşayan işarəsinin mənası kəsişmə deməkdir. Qayda dəftərinizə yazın. Kəsişmə. Bu işarənin mənası nə oldu? Kəsişmə. Deyirəm, A kəsişsin B nəyə bərabərdir? Deyirəm, ortaq olan A var. A-nı yazdım. B var. Yoxdur. C var. C-ni yazdım ortaq kimi. D var. Yoxdur. E var. E-ni yazdım ortaq kimi. F var. Yoxdur. Çox, qurtardı. K, L, M-də onsuz da yoxdur. Yuxarıda yoxladığıma görə yoxdur. Deməli, kəsişməsi nə oldu? A, C, Y. Çox uşaqlar. Qurtardım. Kəsişmənin işarəsi oldu bu. Ortaq olanları nəzərdə tutdu. Bir də sizə nə deyək? A kəsişsin A. Nəyə bərabərdir uşaqlar? Elə A-nın özünə. Yəni, onsuz da bütün elementlər ortaqdır da, düzdürmü? Eyni şeydir. Eyni şeylə deyirəm kəsişməsi. Onsuz da A bunda da var, bunda da var. B bunda da var, bunda da var. Eyni elementlərdir. Yəni, elə A-nın özünə bərabər demək olar. Bəs uşaqlar, A kəsişsin, boş çoxluq nəyə bərabərdir? Boş çoxluğa. Çünki səbəb niyə uşaqlar? Boş çoxluq nə idi?
heç bir elementi olmayan çoxluğa dedik boş çoxluq deyilir, düzdürmü? Boş çoxluqda heç nə yoxdur. Mən ortaq durub nə tapacam? A-la ortaq durub bir şey tapacam mı? Boş çoxluq. Heç nə görmürəm. Boş çoxluq. Все. Qurtardım. İmtahanda sual verə bilər. Aşağıdakılardan hansı doğru verilib? Bu və yaxud da başqalarını da yazacaq. Bu. Hansı doğru verilibsə onu götürəcəksiniz və yaxud da yanlış verilib verə bilər. İndi fərqi yoxdur. Bu formada təyin olundu. Və uşaqlar, belə bir kitabda da sual deyir. Hələ mövzunun suallarını demirəm, amma bir misal şeyə baxmıram. Onlar hələlik qalsın. Bax, belə deyir ki, əgər deyir ki, B, bu işarənin mənası nədir? Alt çoxluğudursa, A-nın olarsa, A keçsin, B-ni tap. Nə olar? B alt çoxluğudur, A olarsa, A keçsin, B-ni tap. Gəlin bir yerdə fikirləşək. Uşaqlar, B A-nın alt çoxluğudur. Alt çoxluq nə idi? Baxın uşaqlar, alt çoxluğun nə olduğunu bilmirsinizsə, çoxluqlar mövzusunda alt çoxluq mövzusunu izah eləmişəm. Birinci o mövzuya baxın, alt çoxluğun nə olduğunu bilin, sonra keçməyə baxın. Ardıcıl gedin. Yəni, hələm yeni bölmədir. Nə qədər başdan baxırsanız, sizin xeyrinizədir. Onsuz da gecikməyəcəksiniz, narahat olmayın, geri qalan deyilsiniz. B A-nın alt çoxluğudur. Yəni, uşaqlar, bu nə deməkdir? B-nin hər bir elementi A-dan təşkil olunubsa, düzdürmü? Yəni, belə idi də, A bu idi, yadınızdadır. B də bunun içərisində bu. Düzdür, uşaqlar? Düzdürmü? Deyirəm, indi bu ikisinin çəkişməsi nə olacaq? Çəkişməsi ilə B-ni götürmək olarmı? Onsuz da B-nin bütün elementləri nədədir? A-dan götürülüb. Yəni, onsuz da B-dəki hamısı, B-dəyi birincini desəm, hə, deyəcəm, A-da var da, onsuz da A-dan götürülüb. B-dəyi ikinci element, A-da var da, A-dan götürülüb. Hamısı elə B-nin özü. Gəlin nümunə özərindən deyim, başa düşmədinizsə. Deyirəm ki, A-nın elementləri hansı? A, B, C, D, Y. B-nin elementləri hansılardır? Bir dənə alt çoxluq formasında verirəm. A, B, hətta C. Problem yoxdur. Bax, alt çoxluğudur da B, A-nın, düzdürmü? Bütün elementlər var. Deyirəm, bunların çəkişməsi nədir? A, B, C. Yəni elə B-nin özü. B alt çoxluğu A olarsa, A-nın B-nin çəkişməsi B-yə bərabərdir. Yadımızdan çıxmasın. İndi bu seçimi bildiksə, gəlin sualların tətbiqinə baxaq. Görək, hansı formada tətbiq olunur. Misallar üzərindən baxaq. Verilib bizə, verilmiş çoxluqların çəkişməsini tapın. A bəndində. Uşaqlar, ola bilsin ki, mövzularıma birinci dəfə qoşulan yoldaşımız var, şagirdim var. Mən ümumiyyətlə bütün misalların izahını vermirəm. Yəni, bütün misallara baxıram, bəzi nümunələrin izahını vermirəm. Səbəb niyə? Bunları siz özünüz tətbiq eləməlisiniz ki, daha yaxşı başa düşəsiniz. Sadəcə mövzunu izah edirəm və hər misaldan bir-iki dənə nümunə göstərirəm uşaqlar. Yəni, bunların qalanını işləmək siz özünüz mütləq şəkildə işləyin ki, daha yaxşı başa düşəsiniz. Yəni, hamısını mən tətbiq edəsəm, sizin xeyrinizə olmayacaq, ziyanınıza olacaq. Ona görə verən deyiləm. İkisində də eyni olan 4. Sara, 5 varmı? Yox. 6 varmı? Yox. 7 varmı? Bəli. 4, 7. Qurtardım. B variantında 1, 3, 5. Düz, ikisində də ortaq olan nə olur? Onda uşaqlar, belə bir şey deyə bilərəm. A alt çoxluğudur B-nin. Çünki A-nın bütün elementləri B-dən götürülüb. C variantını oxuyun özünüz. İkinci sualda nə deyir? C kəşfin D çoxluğunun ümumi xassəsini söyləyin. A variantında deyir. C ingilis dilini öyrənən şagirdlər, D alman dilini öyrənən şagirdlər. Onda uşaqlar, bunların kəşfməsi həm ingilis dilini,
həm alman dilini öyrənən şagirdlər demək deyil. Hə? Bax, bir yazığı riyaziyyata gələnlər, ingilis dilinə gələnlər. Onda bunların kəsişməsi həm riyaziyyata, həm ingilisə gələnlər. B variantında qırmızı rəngli varlıqlar, avtomobillər. Aha, C ilə D qırmızı ilə həm qırmızı rəngli varlıqlar, həm də ki, avtomobillərin eyni olduğu, yəni kəşfli hissəni göstərir. Həm qırmızı olsun, həm də avtomobil olsun. Üçüncü sualda deyir ki, Eyler-Venn diaqramına görə fikrin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Deyir ki, D elementi A kəssin B çoxluğuna daxildir. Düzmü deyir? Gəlin bir daha baxım. D deyir ki, kəşməsi haradır uşaqlar? Yəni, kəşmə nə idi? Üst-üstə düşdük. Bax, üst-üstə burada düşür. Baba, bu hissədə. Bax, burada üst-üstə düşür. Kəşmə buradır. Bura. Deyir ki, D kəşmədədir. Xeyr. Kəşmədə A-la M var. D sadəcə B tərəfdədir. A-nın heç aidiyyatı yoxdur deyə. A variantı səhv. B variantı. A elementi yalnız A çoxluğuna daxildir. A həm B-nin içindədir. Bax, B-nin dairəsindədir. Həm A-nın içindədir. Kəşməsindədir. B variantı da yanlış. N elementi həm A, həm də B çoxluğuna daxildir. Bəli. Bir dənə bu doğru. Keçirik növbətiyə. Dördüncü suala. Eyler-Venn diaqramına görə A kəssin B çoxluğunu yazın. Uşaqlar, A variantını özünüz A variantına aid, çünki çoxlu nümunələr işlədik. B variantı, uşaqlar, biri digərinin ad çoxluğudur demək olar. Onda ad çoxluğudursa bizdə nə olacaq? B çoxluğunun elementləri. Yəni N, R, U. C variantında, deyin görüm, ortaq element varmı? Xeyr. Biri burada durub, biri burada. Heç kəşmə yoxdur. Eyni bir şey yoxdur. Kəşməsi nədir? Eyni bir şey tapmıram. Tapmıramsa nə yazım? Boş çoxluq. C variantında boş çoxluq. Bir dənə A variantını uşaqlar özünüz fikirləşin tapın. 6-cı sualda. A çoxluğu 18 ədədini bölənlər çoxluğu. Aha. Uşaqlar, ümumiyyətlə məsələdirsə, uzun bir sualdırsa, xırda-xırda oxuyun, həll edin. Birinci qayda. Yəni, ümumilikdə məsələni oxuyub işləmək olmaz. İstəsəz bir dəfə özdən oxuyub tanış ola bilərsiniz. Gəlin elə belə oxuyum, tanış olun, sonra xırda-xırda işləyəcəm. Addım-addım. Deyir ki, A çoxluğu 18 ədədinin bölənlər çoxluğu. B çoxluğu isə 12 ədədinin bölənlər çoxluğudur. Eyler-Venn diaqramından istifadə etməklə A kəssin B çoxluğunu yazın və bu elementlərdən ən böyüyünün mənasını izah edin. Aydındır. Bunu keçən izah eləmişsiniz. Gəlin indi yadınıza salın. Birinci, A çoxluğu 18 ədədinin bölənləri. A çoxluğu 18-in bölənləri. Bölən nədir? 18-i bölə biləm. 18-i mən nəyə bölə bilirəm? Yadınızdadırsa göy qurşağına. 1-ə bölə bilirəm. 1-ə böləndə neçədir? 18. 2-yə bölə bilirəm. 2-yə böləndə neçədir? 9. 3-ə bölə bilirəm. Neçədir? 6. Başqa nəyə bölə bilirəm? Heç nə. Deməli, bölənləri 1, 2, 3, 6, 9, 18. Aha. A çoxluğu oldu bu. B çoxluğu. 12 ədədinin bölənləri. 12-ni mən nəyə bölə bilirəm? 1-ə bölə bilirəm. 1-ə böləndə neçədir? 12. 2-yə bölə bilirəm. 2-yə böləndə 6. 3-ə bölə bilirəm. 4. Başqa nəyə bölə bilirəm? Elə 4-ə bölə bilirəm. 4-ü onsuz da yazılıb bu tərəfdə. 1, 2, 3, 4, 6, 12. Deyir, bunu yaz. Bölənlərini yazdım.
Euler-Venn diaqramını çək. Tamam. Euler-Venn. Sol. AB. Ortak olanlar hansılardır? 1, 2, 3, 6. Ortak olanları birinci yazıram. 1, 2, 3, 6. Qaldı sadəcə A hissəsinə yazılan. 9, 18. Sadəcə B-yə yazıram. 4, 12. İndi dedim Euler-Venni çək. Çəkdim. Kəsişməsini tap. Gəlin bir də aşağı hissəni silim ki, uşaqlar yaza bilim. Aşağı hissə bizə mane olur biraz. Kəsişməsini tap. A kəsişsin B. Nəyi verir uşaqlar? Deyin görüm. Kəsişmə üst-üstə düşdü. Bax bura. 1, 2, 3, 6. Və ardında deyir ki, bunların içərisində, kəsişmənin içərisində ən böyük ədəd nəyi göstərir? 6 nəyi göstərir? Nəyi göstərir uşaqlar? Ən böyük ortaq bölən əbob. Yadınızdadır uşaqlar, əbobu tapanda necə tapırdıq? İkisinin də bölənini tapırdıq. Və deyirdi ki, ortaq olan ən böyüyü nədir uşaqlar? Bax, ortaq olan ən böyüyünü götürdüm. Ən böyük ortaq bölən, yəni bu A ilə B-nin əbobu, əbob A, B bərabərdir nəyə? Bərabərdir nəyə? 6-ya. Ən böyük ortaq böləni göstərir. Bu formada təyin edirik uşaqlar. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi və abunə olmağı unutmayaq. Sağ olun, növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.